Sizin aslı için sözü, sizin yardımımızın aksakları, benim Mahmut Arafat'tan yerde benim aslan piyasasından ve mücadele konusunda davet olsun ve öyle sözlerinde ondan sonra bizim hürmetli şehit valideye takdir ederiz. Buyurun. Bu tercihimiz taşlarına, başta sağlıklarında olmalı. İşler sağlığı, herkese teşekkür ediyorum. İlmazlarımıza uğurlar arzulayalım. Daimi bir duamız var ki, Allah şehitlerimizin kısaslarına Allah ruhlarını şad etmeyi bize nasip eder. Siz gençleriniz, değerli ustalarını, meşklerinizi görenler, bu tedbiri görenler, gençlerimize bakanlar, onların vakiyelerini hevesle öz yollarlarını kendilere göndermeyi görenler, adamın yüreği, yani bu cismine sığınır. Fəxr edəcəksən ki, bu millətin övladısan. Və xüsusilə bugünkü tərbiyyə başlamız Molla Rəşidov cənazəsi halka sığmayan şəhidimiz, milli qəhrəmanımız Həmzəlinin öz boyunda özünə şəhidlik arzulayan və kaş ki, mən şəhid olum, mən də bu sənki bayrağa bürünür deyən bir kişinin adına atasını, valideynlərini, qardaşını tanıdığım Rasim'in adına həsr olmuş bu tədbirdə iştirak edərək mənim üçün həyatımın ən boşqa xanlarındandır. Ona görə fəxr edici sizin belə millətimiz var, belə bu millətin başını gölgərə çıxan elə insanlarımız var. Və onların xatirəsini yad edən, onların xatirəsini yaşadan və bizə qurur verən belə insanlarımız var, müəllimlərimiz var, məşqlərimiz var, şairlərimiz var, belə valideynlərimiz var ki, onlarla qurur tutur. Gəlib bir yazıda belə bir oxuduğum vardı, yadıma düşdü. Adətən qəbul olmuş dualar özü də dua edir. Biz dua edirik və xahiş edirik, yalvarırız Allah'tan iltimas edirik ki, duamız qəbul olunsun. Qəbul olmuş duanın özü də Allah dərgahında dua edirik və deyir, ey şəxs, Allah səni uzatsın, sən məni uzatdığın qədər. Allah millətimizi daim söyləsin. Bayrağımız daim olsun və şəhidlərimizin ruhunu şad edən insanlarımız, Allah sizi var etsin. Allah sizin bütün secarlarını yeterlendirsin. Yakında bir gün sonra da 20 Yanvar şehitlerinin dönümüdür. Ruhları şad olsun ve nerede bugünkü gün 1990 yılında sonuncu defa yüzünü telaş etmiştir. Ondan bugünlere 1990 yılından bugüne kadar da bu ortada, bu simalarıyla ben biraz üzüm kara gibileşen anellerin de günahların çok edildi. Biraz da asrakal yaşlı, yanlış yaptım. Ruhlar şad olsun bütün şehitlerimizin. Şehit valideynlerinin karşısında baş eğdik. Onları yetiren, onları bize tekbir edilen ve bizi gözlere uzandıran, bizim namusumuzu, geyletimizi, gözümüzü, kimliğimizi bize tanıklıran, onu koruyan insanların ruhları şad olsun, valideynleri daim ebedi yad olsun inşallah. Allah razı olsun. Teşekkür ederim. Aziz dostlar, hürmetli konuklar, evvela hoş geldiniz. Ben de Allah'ın dualarına koşuyorum. Allah dualarını verdiği için. Ailemiz güzel bir kişiliği. Ve hemen oğul desenelerdir. Mamur olup arasında ve iş şehitlerimize ömrümüz boyu borçluyuz. Ne ilesek?
ne iş görsək onlara üçün alır. Çünki bizi ağrına saran, bizi başımızı uzun edən, hər yerdə, bizim dövlətlər arasında yurtumuzu qaldıran həmin şəhidlərdir. Şəhidləri binlərdir. Bugün şəhidimiz Polat Əşimov, Məndəli Peyrov, eyni zamanda Rasim Qurulbayevin şərəfinə bu yarış keçirilir. Əlbəttə, bu yarışların keçirilməsi nisbət aldı, tərqəyə aiddir. Çünki gənclərimiz bayaq dediyim o şehrin ruhuna əlaqələr, gənclərimiz öyrənməkdə doğulanla şəhidlərimizə, qazilərimizə, veteranlarımıza, asaqlarımıza necə qoyuyor. Biz eyni zamanda o şəhidlərimizin valideynləri, yaxınları qarşısında baş əyirik. Biz onlara minnətlər olmaq, elə bir övladlar yetişir. Əlbəttə, bu tərbiyəni böyük tərbiyəyə əmrlik var. O mənada, burada yığılan gənclər nümunə götürürlər ki, bəli, bu şəhidlərimiz uzundur. Dediyi kimi, heç kim, heç var, yaradan çıxmır. Əlbəttə, onların ruhları bizim başımızdır. Onlar da belə şaddır. Çünki onların ruhlarını şad edir, yada saldır. Əlbəttə, biz yine bayaq dediğim gibi onların karşısında borcluyuz. O şəhid valideynləri, canları, qalları qarşısında həmişə borcu olmalı. Mən də ağanın dilgərinə qoşuram. Allah şəhidlərimizə rəhmət eləsin və biz qazilərimizə can sağlığı, ekranlarımıza can sağlığı, ağır azili gələcəkdə əlbəttə bugün minlərlə şəhidlərimiz var. O şəhidlərin simasından Nazım Əliyev, Rasim Qurulbayev, Əlif Hatiyev, ilk milli qəhrəmanlıq olmasını həmişə yadda saxlamazdır. Valih Müslümov. Bayrağımız həmişə burada tutan şəxslər haqqında çox deyildir. Mən də dövlətimizə, hal-hazırda, Ali Başkomandanımıza, eyni zamanda millətimizə öz minnətdarlığını bilirəm ki, bəli, belə gənclər yetişdirir və belə gənclər bunlardan nümunə edilir. Çox sağ olun. Allah sizi həmişə qoyur.